Qan bədənimizi yaşadan əsas mayedir. O, oksigen və qidanı hüceyrələrə çatdırır, mikroblarla mübarizə aparır və hormonları orqanlara apararaq onların düzgün işləməsini təmin edir. Amma bəzən bu sistemdə ciddi problemlər yaranır. Gəlin bu problemlərə birlikdə baxaq, onların yaranma səbəblərini, müayinə və müalicə yollarını öyrənək. Elmi dildə desək, anemiya günümüzdə insanlarda tez-tez rast gəldiyimiz problemlərdəndir. Bəs buna nə səbəb olur? Çox insan düşünür ki, qan azlığının əsas səbəbi dəmir çatışmazlığıdır. Amma B12 və fol turşusu çatışmazlığı da qan azlığı ilə nəticələnir. Anemiyanın olub-olmamasını necə bilə bilərik? Əlamətləri nələrdir? Tez yorulma, baş gicəllənmə, dəri solğunluğu, saç tökülməsi, nəfəs darlığı. Əgər bu simptomlar səndə də varsa, böyük ehtimalla anemiya problemi var. Bildiyiniz kimi, qan azlığından əziyyət çəkən insanlar qidalanmasına xüsusi diqqət yetirməlidir. Qırmızı ət, ciyər, yumurta, balıq, yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə ispanaq, noxud, mərcimək və narı qida rasionlarına tez-tez əlavə etməli, dəmirin sorulmasını azaldır deyə çay və qəhvəni yeməklə birlikdə içməməli, mütləq həkim məsləhəti ilə qan analizi verməli və səbəbi tapmalıdır. Tromboz qanın lazım olmadığı yerdə laxta əmələ gətirməsidir. Bu laxta damarı tıxaya bilər və nəticədə infarkt, insult və ya ayaqda dəmir damar trombozu baş verə bilər. Bəs kimlərdə yarana bilər? Uzun müddət hərəkətsiz qalanlarda, siqaret çəkənlərdə, şəkərli diabet və ya yüksək təzyiqi olanlarda, hamiləlik dövründə və ya doğuşdan sonra. Bəs tromboz varsa nə etməliyik? Hər gün az da olsa hərəkət et. Su iç. Bu qan qatılaşmasının qarşısını alır. Qida rasionunu düzəlt. Zeytun yağı, sarımsaq, balıq, brokolini tez-tez ye. Əgər həkim təyin edibsə, qan durulaşdırıcı dərmanları düzgün şəkildə qəbul et. Təzyiq qan damarlarımızda qan axınının gücüdür. Yüksək təzyiq və ya çox aşağı təzyiq beyinə, ürəyə və böyrəklərə zərər verə bilər. Yüksək təzyiqin əlamətləri nələrdir? Baş ağrısı, burun qanaması, gözlərdə bulanıqlıq, ürək döyüntüsünün artması. Yüksək təzyiq hansı fəsadlarla nəticələnə bilər? İnfarkt, ürək çatışmazlığı, insult, yaddaş zəifləməsi, görmə itkisi, böyrək çatışmazlığı, damar partlaması riski. Bəs yüksək təzyiqimiz varsa biz nə etməliyik? Duzlu qidalardan uzaq dur. Təzyiqini nəzarətdə saxla. Hər gün heç olmasa 20-30 dəqiqə gəz. Siqaret və alkoqol istifadə etməməyə çalış. Stressdən uzaq olmağa çalış. Çünki bu təzyiqə birbaşa təsir edir. Və ən əsası, yaxşı bir mütəxəssislə məsləhətləş. Bədəndə orqan və toxumalara kifayət qədər qan çatmayanda aşağı təzyiq problemi yaranır. Simptomlar adətən belə olur. Baş gicəllənmə və ya qəfil oturub durarkən göz qaralması, soyuq tər və üşümə, taxikardiya, yəni ürək döyüntüsünün sürətlənməsi, zəiflik, yorğunluq və konsentrasiya çətinliyi, bəzən isə huşun itməsi. Qan xərçəngi qanda olan hüceyrələrin anormal şəkildə çoxalmasıdır. Bu hüceyrələr sağlam qan hüceyrələrini sıxışdırır və immuniteti zəiflədir. Qanaxma və infeksiyalara səbəb olur. Əlamətləri çox fərqli ola bilər. Davamlı halsızlıq, səbəbsiz qızdırma, tez-tez göyərmələr, qanaxmalar, immunitetin zəifləməsi, tez-tez soyuq dəymə, infeksiya. Bəs nə etməli? Bu mərhələdə özünü müalicə olmaz. Yeganə doğru yol vaxt itirmədən hematoloqa müraciət etmək və lazım analizləri verməkdir. Qanla bağlı xəstəliklər səssiz gələ bilər, amma bədənimiz bizə daim siqnallar verir. Yuxusuzluq, tez yorulma, baş gicəllənmə, göyərmələr, təzyiq oynayırsa, bunlar heç bir adi hal deyil. Gecikmədən analiz ver, həkimlə məsləhətləş və sağlamlığını qoru. Belə faydalı videolar üçün gecikmədən kanala abunə ol, bəyən, rəy yaz və bu videonu qan xəstəliyindən əziyyət çəkən tanışlarınla bölüşməyi unutma. Növbəti daha maraqlı videolarda görüşənədək. Hələlik!